Peyğəmbər salavatullah da buyurur ki, bu elə bir aydır ki, bu ayda Allahın bərəkəti və rəhməti. Demək, baxsaq, yer üzərində yerin bərəkətlisi var, ayın bərəkətlisi var, gecənin bərəkətlisi var, günüzün bərəkətlisi var. Baxsaq, yer üzərində Allah Teala Kəbə barəsində Beytullahul Azam, Allahın əzəmətli evi. Məscidlər, yer baxımından, ziyarətgahlar. Əgər baxsaq, ay baxımından 12 ayın içərisində yeganə adı Quran-ı Kərimdə çəkilən mübarək Ramazan ayıdır. Şəhru Ramazan əlləzi unzilə fihil Quran deyərək buyurur. Gecələrə baxsaq, Cümə axşamı, Qədir gecələri, Leylətül Qadr xayrun min əlfi şəhr. Bir gecə ki, həmin gecədə ilin bir gecəsidir, o da bu gecədə. Elə bu ay bərəkətli olar da.